Salam dostlar, gəlin deməli bizim report dizaynı davam edək. Və biz sizlə dayanmışdıq. Biz deməli sizlə dayanmışdıq, gəlin bizim reportu açaq. Və open. Tamam, bu bizdə dinamik, bu bizdə statik hissədir. Statik buydu. Contentdə dinamik part. Deməli bu bizdə qalmalıdır. Deməli belə də. Deməli birinci statik hissəni işləyirik. Və bunun alt hissəsini işləmişik, yoxsa yox, buna baxaq. Sistem, bəli, işləmişik bunda. İndi deməli keçək biz dinamik hissəyə. Və burada bizə lazım olacaq bu niyə belə də bilmirəm, ağlıdır. Runtime document və burada da tam yaxşı qoy belə yansın. Burada da deməli bizdə birinci mesaj reportu əlavə eləyək. Açaq bunun propertiesini. Və burada bizə connect lazım olacaq. Selection, bunu açırıq. Burada message teksti əlavə edirik bura. Date time qalsın, number da qalsın. Və ok düyməsini basırıq. Buranı bağlayaq. Və bir də bizə lazımdır archive. Bunu əlavə edirəm. Və burada da propertiesdə selection seçib mesaj teksti götürürük, ok düyməsini basırıq və buranı bağlayırıq. Bir də ki, gəlin burada duration olmalıdır, bilməmsə onu da əlavə edək. Date time, number, message, text and duration. Bir də ki, burada online trend kontrol olmalıdır. Oradan deməli picture-ni götürək. Ataq bura. Biraz böyüdək. Ben biraz bunu uzataq aşağıya kimi. Və properties açaq. Burada bizə lazım olacaq properties. Və burada bu trendlərə oxşardı, yadınızdadırsa bura yenə yazırıq. Qırmızı, new, yaşıl, new deməli göy. Və gəlin eyni cür rəngləri düzəldək. Deməli, qırmızı üçün qırmızı rəngi, yaşıl üçün yaşıl rəngi və göy üçün də bizdə yaşıl deyil baxın. Sarı ilə səhv salmışam, yaşıl yüz istəyəm. Belə. Göyədəki göy rəngi. Və indi yenə də qırmızı üçün
biz arxivləri götürməliyik. Deməli, red, apply, yaşıl üçün deməli, green'i götürürük, apply və göy üçün də blue'nu götürəcəyik, blue və bunu da apply. Və burada dostlar eyni trenddəki kimi bunu deməli yüz eləyək və burada time access'də time range 18'ə bıraq və ok düyməsini basaq. Tak, bizdə bir dənə də qaldı, bu bizim deməli dinamik hissədir də. Bizdə qaldı deməli, bunu biraz balacalaşdıraq, bunu salaq aşağı, bunu da salaq biraz aşağı və keçək bizim statik hissəyə. Bu bizim tam dinamik hissədir. Tamam, yaxşı, gəlin bura bir dənə statik tekst əlavə eləyək. Alarm yazaq adını. Properties. Font deməli central 20 böyle aşağı düşmedi yine. Alarm kırmızı ve font color ak. Ve burada gelin böyle bir şey dostlar. Burada bu olsun bizim alarm aktif olan aktif yok, daha doğrusu bu bizde olsun ya da olsun aktif. Tak, bunu biraz böyle ve bunu da olsun arşiv. Olsun, bu da olsun bizde aktif alarmlar. Belə, və bugünkü dərs bu qədər dostlar. Növbəti dərsdə biz sizlə deməli keçəcəyik print eləməyi, həmin bu alarmları print edəcəyik və print control əlavə edəcəyik və sonradan
2 dərsimiz qaldı. Həm runtime-ı yığışdırmaq, həm də userlər əlavə eləmək üçün. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Videoya bəyəndinizsə like qoyun və kanala abunə olmağı yaddan çıxarmayın.